Əl-Münafiqun Münafiqlər surəsi Mədinədə nazil olmuşdur. 11 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. İzə cəəkəl münafiqun qalu nəşhədu innəkə lərəsulullahi vallahu ya'ləmu innəkə lərəsuluhu vallahu yəşhədu innəl münafiqinə ləkəzibun. Münafiqlər sənin yanına gəldikdə deyərlər, şəhadət veririk ki, həqiqətən sən Allahın rəsulusan. Allah bilir ki, sən onun rəsulusan. Və həm də Allah şəhadət verir ki, həqiqətən münafiqlər yalançılardır və öz əqidələrinin əksinə olaraq şəhadət verirlər. İttəxəzū əymənəhum cünnətən fəsaddu an səbililləh İnnəhum səə mə kənu ya'məlun. Onlar öz andlarını sipər etmişlər, beləliklə Allahın yolundan üz döndərmiş və cəmaatı da ondan, bu yoldan saxlamışlar. Doğrudan da etdikləri iş olduqca pisdir. Zəlikə biənnəhum əmənu thumma kəfəru fətubi'a alə qulubihim fəhum lə yəfqəhun. O nifaq və pis əməl buna görə idi ki, onlar bəzi möcüzələri görməklə iman gətirdilər, sonra isə kafir oldular və münafiqlərə qoşuldular. Beləliklə, onların qəlblərinə bədbəxtlik möhürü vuruldu. Buna görə də başa düşmürlər. وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ كَأَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ قَاتَلَهُمُ اللَّهُ أَنَّى يُؤْفَكُونَ. Onları gördükdə yaraşıqlı cüssələri, boybuxunları səni heyrətləndirir və elə yağlı dilləri var ki, danışdıqları zaman sözlərinə qulaq asırsan, amma imansız və mənəviyyatsız olduqları üçün elə bil ki, dayaq verilmiş kötüklərdir. Qorxaqlığın şiddətindən hər bir fəryadın, səs-küyün öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar həqiqi düşməndilər. Onlardan özünü gözlə. Allah onları öldürsün. Haqdan necə və haraya döndərilirlər? وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُؤُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ. Onlara, gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin deyildikdə, inkar və təkəbbür üzündən başlarını bulayarlar. Onları təkəbbürlə üz çevirən və başqalarını da düz yoldan saxlayan görərsən. Səvəun aləyhim əstəğfərtə ləhum əm ləm təstəğfir ləhum lən yəğfirəlləhu ləhum İnnəlləhə lə yəhdil qavməl fəsiqin. Onlar üçün bağışlanmaq istəsən də birdir, istəməsən də. Əsla Allah onları bağışlamayacaqdır. Çünki Allah fasik qövmü doğru yola yönəltməz. هم الذين يقولون لا تنفقوا
ينفقوا على من عند رسول الله حتى ينفضوا ولله خزائن السماوات والأرض ولكن المنافقين لا يفقهون. Onlar Allah Resulunun yanında olanlara heç bir şey vermeyin ki qoy dağılışsınlar deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Və lakin münafiqlər bunu anlamazlar. يقولون لئن رجعنا إلى المدينة ليخرجن الأعز منها الأذل ولله العزة ولرسوله وللمؤمنين ولكن المنافقين لا يعلمون. Onlar deyirlər, əgər bu döyüş səfərindən Mədiniyə qayıtsaq, mütləq ən əzizlər, ən zəlil olanları, münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını oradan çıxaracaqdır. Halbuki, izzət və qüdrət Allaha, onun rəsuluna və möminlərə məxsusdur. Və lakin münafiqlər bunu bilmirlər. يا أيها الذين آمنوا لا تلهكم أموالكم ولا أولادكم عن ذكر الله ومن يفعل ذلك فأولئك هم الخاسرون. Ey iman gətirənlər! Mal dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın və kim belə etsə, Allahı unutsa, belələri əsl ziyankarlardır. وَأَنفِقُوا مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ أَحَدَكُمُ الموت فيقول رب لولا أخرتني إلى أجل قريب فأصدق وأكن من الصالحين. Və sizin hər hansı birinizi ölüm haqlayıb, dünyadan getmək anı çatanda, ey Rəbbim, niyə mənim ölümümü yaxın bir müddətədək təxirə salmadın ki, sədəqə verərək salihlərdən olaydım deməmişdən öncə, sizə ruzi olaraq verdiklərimizdən Allah yolunda xərcləyin. وَلَنْ يُؤَخِّرَ اللَّهُ نَفْسًا إِذَا جَاءَ أَجَلُهَا وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ. Və Allah heç bir kəsin ölümünü onun əcəli yetişən zaman əsla təxirə salmaz və Allah nə etdiklərinizdən xəbərdardır.